Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli hərbi paradı izləyib istedadlı uşaqların rəsm sərgisi ilə tanış olub. Noyabrın 8-də ölkəmizdə Zəfər günü böyük təntənə ilə qeyd edilib, Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbənin 5-ci il dönümünə həsr olunmuş hərbi parad keçirilib. Möhtəşəm hərbi parad Naxçıvan şəhərində quraşdırılmış böyük monitorlar vasitəsilə canlı təqdim olunub. Qarabağ zaferi vicdanları kanatan büyük bir adaletsizliği sonlandırmakta kalmadı. Aynı zamanda bölgemizde yeni bir dönemin kapılarını araladı. Vatan muharebesi Asya ve Avrupa'daki jeopolitik dengeleri de değiştirdi. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ictimaiyyət nümayəndələri ilə birlikdə hərbi paradı izləyib. Həmin gün Heydər Əliyev Muzeyinin önündə Naxçıvan şəhər 2 nömrəli İncəsənət Məktəbinin şagirdləri işğaldan azad olunmuş rayonlarımıza həsr olunmuş maraqlı kompozisiya nümayiş etdiriblər. Qarabağ adlı möhtəşəm sarayın ağ otağıyam, ağ damam mən. 28 ildir qaraya bürünmüş, sakinlərindən ayrı düşmüş, qəbirləri sökülmüş ağla. Sonra səlahiyyətli nümayəndə istedadlı şagirdlərin Zəfər gününə həsr olunmuş rəsm sərgisi ilə tanış olub. Naxçıvan şəhərindəki ümumi təhsil, İncəsənət məktəblərinin, eləcə də Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Məktəbi və Ertuğrul Cavid adlı Uşaq İncəsənət Məktəbinin istedadlı şagirdləri şanlı qələbəmizi, müzəffər ordumuzu və sülh motivlərini əks etdirən müxtəlif üsulda işlənmiş 50-yə yaxın rəsm əsəri təqdim ediblər.